Çox sağ ol. O necə? Nə var ha? Nə var sən burada? Ben gəlmişəm Empire by Estiqə. Biraz cavanlaşdırım elim, saçım zadda tökülür, məhəbbət. Yaman pis günə düşmüşəm, özümə baxmıram, inansan. Sən saçın tökülmənin əsasını bilsən, bülövrəsini bilsən nədəndir? Başa necə nədir? Bura gəl. Belə sən saçının tökülməsi, bədənin belə dərinin qırış olması stressdən əsəbdəndir. Ayda düz deyirsən, mən o həkimlə demişdim. Ay soğuk. Sən gələyəsən bura, bunlar səni bir ay saçlar qaytaracaqlar, dəri zad olacaq cavan. Amma xeyri yoxdur. Ayda məhəbbət. Bəs mən bu neyim ona görə düz deyirsən, bu əsəb stresindən ağarım mən, necə eləm? Necə otur. Bax, açıq anlaşa. Sən stres, əsəb yaşadan kimdir o həyatda? Mənə. Aha. Sən? Soğuk. Deməli, birinci məndən canını qurtarmalısan, sonra getməlisən müalicəyə. Ayda, heç mən baxıma Ay, gəlmişəm. soğuk. Onu sən belə də, sən... Bir həftə mən sənin gözünə görsəm, gör nə ağaçsın, gör nə ağaçsın. Gör nə ağaçsın, mən gör. Mən bu məsələni çözməmiş, mənim müalicəyə başlamağım heçə gedəcək. Heçə gedəcək. 20 manat mənim. Əladır, bir həftə görsəm, nə ağaçsın. Məhəbbət, eşsən mən. Bir ay görsəm, yaxşı. Yox. 50 verərdin, bir ay vardı. Sən necə bundan canımı qurtardım, indi rahat müalicəm başlayaram Empire'da.